Məsələn, həyat yoldaşı, ailə cütlükləri arasında bu adam sənə daim problem yaradır. Öz yanlış qərarlarına görə, öz nəfsinə görə, öz üzərində işləməməyinə görə, tənbəlliyinə görə, iradəsizliyinə görə, bu şeylərə görə bir adam sənin üçün problem yaradırsa, bu sənin ən pis dostundur, ən pis xüsusiyyətli bir şəxsdir. Problem ola bilər. Əslində dostlar nəyə görə lazımdır? Çətinlikdə sənin yanında olsun, sıxıntıda sənin yanında olsun. Ancaq bu adamın problemlərinin kökü təbii həyat məsələləri deyil. Bunun problemlərinin kökü bu adamın yanlış qərarlarıdır, yanlış seçimləridir. Bu adamın tənbəlliyidir. Adam işləmək istəmir, adam fəaliyyət göstərmək istəmir. Nəticədə də öz maddi çətinliklərinə səni yükləyir. Yəni adam zəlidir. Komfortlu həyat istəyir. Komfortlu həyat bir çox halda problemə gətirib çıxardır və deyir ki, bu problemdə də səni salır orada problemin içinə. Öz çətinliklərinə daim səni şərik edir. Ən sıxıntı hallarında daim sən məcbur eləyir ki, dostumsan axı, dost nə gün də lazımdır. Bu sözlərlə səni manipulyasiya edir, gətirir problemlərin içərisinə və deyir bu problemlərin kökü də bunun bu tənbəlliyi, israfı. Bəzi adamlar var, israf edərlər və sonra gələrlər səni maddi zərərə salarlar, səndən borc istəyərlər, səni maddi formada yükləyərlər. Səbəbi nədir? Səbəbi bu adamın qazana bilməməyi deyil. Adam daim səni problemə salır. Yaxşı dost-dosta bir dəfə səhv olar, dəstək verərəm, ancaq ikinci dəfə eləmə. Yaxşı, ikinci dəfə elədin, dəstək oldun, üçüncü dəfə eləmə. Ancaq görürsən ki, bu mütəmadi şəkildə yanlış qərarları verir və yanlış qərarlarının səbəbi də bu insanın yaxşı olmayan, düzgün olmayan, keyfiyyətsiz xarakteridir. Bu adamın həyata baxışıdır, bu adamın tənbəlliyidir, bu adamın rifah tələb eləməyidir, sui-istifadəçiliyidir. Onda belə bir şəxslər aydındır ki, dostluq kriteriyasına oturmayan bir insanlardır və dostlarımız içərisində belə insanlar varsa, bunlar bizim həyatımıza öz problemlərini salırlar və bizim çətin olan həyatımızı daha da çətinləşdirirlər.